Bugün ideal qaz qanunlarının testlərinə baxaq. DİM 2025 test toplusudur. Bizə deyir ki, sabit temperaturda verilmiş kütləli ideal qazın sıxlığı 2 dəfə azaldıqda. Biz sıxlığın ifadəsini bilirik. Qeyd eləyək. Rho bərabərdir M P bölünsün RT şəklindədir. Deməli, bizə təzyiq istəyir. Temperatur sabitdir deyir. T sabitdirsə, zaten bilirik ki, Molyer M sabitdir, R də sabitdir. Biz baxırıq ki, Rho ilə P-nin asılılığına. Sıxlıq 2 dəfə azaldıqda, P ilə düz asılı olduğu üçün bizim təzyiqimiz də 2 dəfə azalacaq. Daha sonra 2-yə keçək. 2-də nə deyir bizə? 2-də deyir ki, yenə sabit temperaturda verir. İfadəmizi yazaq. Rho bərabərdir MP bölünsün RT. Bu düsturu yəqin ki bilirik. Sabit temperaturda T sabitdir. Deyir, sıxlığı 1.5 dəfə artırdım. Mən sıxlığımı 1.5 dəfə artırsam, təzyiqimlə düz asılı olduğu üçün təzyiqim də 1.5 dəfə artacaq. A variantı. Daha sonra 3-ə keçək. Bizə nə verib? Düstur verib. Daha doğrusu qrafik istəyir. İzobarik proses. İzobarik proses nədir? Yəni izobar prosesdə bilirik ki, P bərabərdir, konstantdır. Baxaq, buradan P sabit olan hansıdır? Y variantı. Sonra 4-ə baxaq, yenə izobarik deyir. Yəni izobar proses P sabitdir. B variantında. Daha sonra 5-ə baxaq. 5-də də bizə yenə deyir ki, izoxorik deyir. İzoxorik olanda V sabitdir. Yəni V bərabərdir konstant. V sabit olanda görürük ki, bax, perpendikulyardır da C variantı. Yenə izoxor V sabitdir. Gördünüz necə rahatdır suallar. Sonra indi asılıqlara baxaq. Deyir ki, sabit həcmdə V sabitdir. İdeal qazın, yəni yenə M sabitdir. Qazın təzyiqi biz təzyiqi 1.5 dəfə artırmışıqsa, bu şəkildə yazaq da hər dəfə Mendeleyev Klaperon tərənnini yazmayıb, dərs izahında demişdim. PV mütənasibdir T şəklində yaza bilərik. İndi mənim həcmim sabitdirsə, P ilə T baxaq necədir? Düz mütənasib, elə deyilmi? Mənim təzyiqim 1.2 dəfə artıbsa, onda temperaturum da 1.2 dəfə artmalıdır. Çünki düz mütənasibdir. İndi 8-ə keçək. Sabit temperaturdadır. Yenə bu ifadəni yazaq. Dedik ki, hər dəfə Mendeleyev Klaperon tərənnini yazmasaq da olar. Mütənasibliklə PV mütənasiblikdir T ilə. Daha sonra temperaturum sabitdirsə, onda biz baxırıq ki, həcmi deyir 1.3 dəfə artırdıqda, həcmi mən 1.3 dəfə artırdıqda nə edəcək? Təzyiqim 1.3 dəfə azalacaq. Çünki izotermik prosesdə demişdik, P ilə V tərs mütənasibdir. Bu artırsa təzyiq azalmalıdır. Y variantı. 9-a baxaq. Yenə sabit təzyiqdə, yəni P bərabərdir konstantdır. Yenə ifadəni yazaq. Mütənasibdir T ilə. Bu səfər P sabitdir. İndi V ilə T-nin asılılığını istəyir. Temperatur mən 1.3 dəfə artırıramsa, həcmim də 1.3 dəfə artmalıdır. Çünki izobar prosesdə V ilə T düz mütənasib idi. Artar. Digərlərinə keçək, ona baxaq. Yenə onda nə deyir bizə? Baxıram ki, neyini? Bax, bu ox neydi? Perpendikulardır, elə deyilmi? Onda izobar prosesdir. Yazıram. İzobar, heç cavablara baxmıram. Daha sonra neyini? Temperatur baxırıq ki, bu T-də temperaturdur. Neyini? Bu ox da sola doğru gedir. Yəni mənfiyə doğru, sıfıra daha sonra mənfiyə doğru getməyə çalışır, elə deyilmi? Yəni bu temperaturun azaldığını göstərir də. Ona görə deyə bilərik ki, izobar soyuma. Yəni soyuma. Bu da hansı variantdır? İzobar soyuma elə A variantıdır. Daha sonra baxaq 11-ə. 11-də də baxıram ki, V-dir sabit olan. Onda nə olacaq? İzoxor olacaq. İzoxor proses. Baxaq soyumadır, qızmadır, genişlənmədir, nədir baxaq. Neyini? Temperaturum bu səfər görürsünüzmü? Temperatur sağa doğru gedir də. Yəni neyini? Sıfırdan uzaqlaşır, artır da. Elə deyilmi? Temperatur artırsa, izoxor daha doğrusu prosesimiz qızma və ya genişlənmə deyərik də. İndi baxaq izoxor. Burada izoxor qızma C variantıdır. İndi 12-yə baxaq. 12-də bəs nə deyir bizə?
12-də bizə deyir ki, izoxor prosesdir. İzoxor proses də V-nin sabit olduğu prosesdir. Bir budur, V sabitdir. Daha sonra V sabit olmaq üçün P ilə T də nə olmalıdır? Düz aslı olmalıdır. Bir də bu proses, yəni 2 ilə 3 izoxorik prosesə aiddir. İzotermik prosesə baxaq. İndi burada da T sabit olmalıdır. T bərabərdir konstant. Daha sonra baxaq, T harda sabitdir? T 3-də sabitdir. Daha sonra T'nin sabit olmağı üçün biz bilirik ki, P1 mütənasibdir T ilə. T'nin sabit olmağı üçün P ilə B tərs asılma. O da hardadır? 1-dədir. Yəni 1 ilə 3 bizim doğru cavabımızdır. 14-də baxaq. 14-də bizə deyir ki, qapalı qab verib. Qapalı qab deyirsə, deməli bizim kütləmiz sabitdir. Həcmimiz də sabit olacaq. Qeyd edək. Qapalı qabda, yəni V bərabərdir konstant, M də bərabərdir konstant olur. Söhbət qapalı qabdan gedir. Və bizə deyir təzyiqi və sıxlığı deyir necədir? Yəni necə artarmı, azalarmı? Baxaq. Və deyir qızdırdıqda, yəni temperaturu mən artırdıqda. İlk növbədə M sabitdirsə, sıxlıq üçün həmişə yazırıq axı. Rho bərabərdir M bölünsün V-ni. Mənim kütləm sabitdirsə, nə olacaq? Həcmim də dedik sabitdir. O zaman sıxlığım da konstant olacaq. Daha sonra təzyiq üçün nə yaza bilərik? Təzyiq üçün də deyə bilərik ki, V sabitdirsə, onda PV mütənasibdir T-də də. Mən dedik ki, V sabitdir. Onda temperatur artırsa, bizim təzyiqimiz də artacaq. Yəni təzyiq sıxlıq dəyişməz, təzyiq artar. C variantı. 15 də yenə eynidir. Silək. 15-ə baxaq. 15-də bizə nə deyir? 15-də yenə qapalı qabdakı dedik. Qapalı qabda V konstantdır. M konstantdır. Bizə indi bu səfər soyutluqdadır. Yəni temperaturu azaltdıqda sıxlığı dedik ki, dəyişməz. Yenə yazaq. Rho bərabərdir M bölünsün V-dir. Çünki kütlə dəyişmir. Həcm dəyişmirsə, sıxlıq da dəyişməyəcək. Bu səfər PV mütənasibdir T ilə. Həcm dəyişmir. Bu zaman temperaturumuz dedik azalır. Çünki soyutluqdadır. Temperatur azalan yerdə düz mütənasib olduğu üçün bizim təzyiqimiz də azalacaq. Sıxlıq dəyişmək, təzyiq azalar. D variantı. 16-ya baxaq. Bizə 16-da deyir ki, verilmiş kütlə ideal qaz həcmin mütləq temperaturuna asılı verib. Bu hansı proses təsvir olunmuşdur? Adlandırmaq istəyir. Burada görürük ki, nədir? İzotermik prosesdir. İzotermik indi baxırıq ki, adlandırmaq üçün bu həcmə baxmalıyam da. Həcmə ya da temperatura baxırıq. Yəni T burada sabit olduğu üçün dedik ki, bu izotermik proses. İndi həcmə baxıb biz soyuyur, sıxılır, genişlənir, qızır deyə bilərik. Baxıram ki, 1-dən 2-yə gələndə mənim həcmim neyinir? 0-a yaxınlaşır da, elə deyim? Yəni burada 1-dən 2-yə gəldikcə həcmim 0-a yaxınlaşır, yəni azalır. Ona görə soyumu olacaq da izotermik sıxılma. İzotermik sıxılma. 17-yə baxaq. Yenə V-nin sabit olduğunu göstərir. Bu izoxor prosesdir. İndi ilk növbədə hansı proses olduğunu tapırıq. Daha sonra soyuyur, qızır, genişlənir, onu tapırıq. İzoxor olduğunu dedik. İndi temperatura baxıb biz müəyyənləşdirə bilərik ki, neyinir? Bu ox getdikcə 0-a yaxınlaşır da, yəni neyinir? Soyuyur. İzoxor soyuma. B variantı. 18-ə baxaq. 18-də yenə P-ni verib sabit. Bu da izobar prosesdir. İzobar proses və burada həcmi verib. Neyinib? Həcm də yenə başlayır 0-a doğru getməkdə, yəni azalır. Azalırsa sıxılma və ya soyumadır da. İndi həcm olduğu üçün nə olacaq? Soyuma olacaq da. İzobar soyuma və ya sıxılma. 19. 19-da nədir? Bax, A-dan B-yə gəlib. Yəni həcm artıb. Adlandıraq. T sabitdir. Onda olacaq izotermik. Və dedik ki, A nöqtəsinə B nöqtəsinə gələn, yəni 0-dan gördüyümüz kimi neyinir? Uzaqlaşır da bizim həcmimiz. Yəni genişlənir, qızır. Bu səmər, yəni genişlənmə, həcmdə genişlənmə deyirik də.
İzotermik olacaq genişlənmə Y variantı. Daha sonra 20'ye baxaq. 20'də nə deyir bizə? 20'də deyir ki, bax, V sabitdir. V sabitdirsə adlandıraq izoxor. İlk növbədə dedik ki, adlandırıq. Daha sonra artıb azalmağına baxırıq. Neyinir? Temperatur azalır. Elə deyim, yəni sıfıra yaxınlaşır da. İzoxor o zaman nə olacaq? Soyuma. Daha sonra 21'də nə deyir? 21'də də bizə 21'də də daha doğrusu bizə deyir ki, sabit təzyiqdə P sabitdir. Yazaq sıxlığın ifadəsini rho bərabərdir M P bölünsün RT. Bizə təzyiqim sabitdir. Verilmiş kütlələr bunlar sabitdir zaten. İndi rho ilə T'nin aslına baxaq. Bizə deyir ki, temperatur 60% artmaq 1.6 dəfə artmaqdır da. Temperaturun 1.6 dəfə artırsa mənim sıxlığım neyinəcək? Tərs asılı olduğu üçün azalacaq da. 1.6 dəfə azalar. Bu da B variantı. Buradakilərə baxaq. 22'ye baxaq. Bizə deyir ki, temperaturu 80% azaltdıq. 80% azaltmaq, yəni temperaturum mənim oldu 5 dəfə azaldı. 80% azaltmaq, 5 dəfə azaltmaq. Yəni bilmirsizsə, əgər belə də yaza bilərsiniz. 100% götürürük. 100% çıxısını azaltdıq deyir. 100-dən 80 çıxıb bölməliyik 100-ə. Bu da bizə 1 bölünsün 5'i verir. Bu da yəni 5 dəfə azalma deməkdir də. Bilməyənlər üçün qeyd elədim. Daha sonra deyir həcmi. Biz bilirik ki, P ve mütənasibdir T ilə dedikdə, təzyiqim sabitdir. Mənim temperaturum 5 dəfə azalan yerdə həcmim də 5 dəfə azalmalıdır. 5 dəfə azalar C variantı. Eyni olanları saxlayaq. Fərqlərə keçək. Məsələn, burada 27'ye baxaq. 27'ye baxaq. Bizə başlanğıc temperaturu 27 dərəcə Selsi verir. Bizə Selsi ilə veribsə mütləqdir ki, biz nə etməliyik? Kelvinə keçməliyik də. Kelvinə keçmək üçün də T bərabərdir. Kelvinə keçmək üçün T plus nə olacaq? 273. Bu düsturdan istifadə edirik. Elə buradan yazaq. T1 üçün yazaq. Çünki başlanğıc deyir. 273'ün üzərinə gələk. Neçəni? 27'ni. O da nə verəcək? 300 verəcək. 300 Kelvin. T2 üçün də yazaq. T plus 273'tür. Oradan da yəni 287 üzəri 273 gələndə 0. 287 yox, çaşdım. 327. 327 yanlış oldu. Deməli qeyd edeyim. 327. 327 gələndə 7 3 0 2 7 9 1 3 2 5 6 600 Kelvini aldıq. Biz baxırıq ki, temperatur başlanğıcda 300 Kelvin idi. Daha sonra nə ilə 600 Kelvin oldu. Yəni 2 dəfə artdı da bizim temperaturumuz 2 dəfə artdı. Bax bizə şərtdə nə istəyir? Sıxlığı istəyir. Sıxlığı da biz bilirik ki, rho bərabərdir P bölünsün RT-dir də bizim ifadəmiz. Və temperaturumla sıxlıq tərs asılı. Mənim temperaturum 2 dəfə artmağı üçün sıxlığım 2 dəfə azalmalıdır. Yəni 2 dəfə azalar D variantı. Daha sonra 29'a baxaq. 29'da bizə nə deyir? 29'da bizə bir haldan 2 halına keçəndə, yəni bu haldan bu hala keçəndə deyir, qazın təzyiqi necə dəyişir? Nisbət ifadəmizi yazaq P və mütənasib T ilə. Baxıram ki, bizim həcmimiz əvvəlcə V idi, 2 V oldu. Yəni həcmim 2 dəfə artdı. Həcmim 2 dəfə artan yerdə mənim təzyiqim necə 2 dəfə azalacaq. Daha sonra temperaturum nədir? 0T-dən 3T-yə gəlib də temperaturum da 3 dəfə artdı. Temperaturum 3 dəfə artan yerdə təzyiqim də 3 dəfə artmalıdır. Yəni 3 bölünsün 2 belə düşünə bilərik. O da nə? 1.5 dəfə artmalıdır da. 1.5 dəfə artar C variantı.
Daha sonra mesela 30 eyni ifadeler baxmayaq. Öyrədici olsun dərsimiz. Məsələn, burada qrafik keçidləri fərqlidir. Buna baxaq. 32-də nə deyir bizə? V-nin T-dən asılılığı verib. Bizə P-nin V-dən asılılıq qrafikini keçməyi istəyir. V T-dən baxaq 1-lə 2 halında, neyin 1-dən 2-yə keçəndə V sabit ilk növbədə, elə deyil. V sabitdirsə, baxaq bizə maraqlı hansıdır? Y ilə D variantı olacaq. Çünki digərləri fərqlidir. Bizə V-nin sabit olduğu qrafik lazım və temperatur neyin 1-dən 2-yə gələndə artır, elə deyil. Temperatur artırsa biz PV mütənasib T-yə temperatur artırsa biz bilirik ki, təzyiq də artmalıdır. Ona görə olacaq Y variantı. Daha sonra 33-də nə deyir? Bax, indi temperaturu mənə sabit verib, həcm artır. Temperatur sabit olan qrafiklərə baxaq. B ilə A-dır, sabit olanlar. Bunlar maraqlı deyil bizə. Həcm artırsa, yenə yazaq T. Mənim əgər həcmim artırsa, təzyiqim azalmaz. Çünki tərs asılıdır. Baxıram ki, hansı olacaq? Onda B variantı olacaqdır. Çünki bunu silim. Çünki dedik, axı, həcm burada artır. Həcm artırsa, təzyiq azalmalıdır. Daha sonra 34-də də baxaq. 34-də də bizə yenə T-nin sabit olduğu qrafik verilib və həcm azalır. Dedik ki, həcmlə təzyiq tərs mütənasibdir. Həcm azalan yerdə təzyiq artmalıdır. Baxın, temperatur sabitdir və 1-dən 2-yə gələndə bizim təzyiqimiz artır. Çünki həcm azalır. Daha sonra 35-də burada P sabitdir. Gördüyümüz kimi oxa perpendikulyardırsa, o deməli sabitdir. Təzyiq sabitdir və temperatur artır. Təzyiq sabitdir. Biz də baxırıq ki, təzyiq sabitdirsə, Mendeleyev Klaperon tənliyindən təzyiq sabit olan yerdə nədir? V ilə T düz mütənasibdir. İndi bizə düz mütənasib olanlar lazımdır. Yəni ya C ya da D. Digərləri maraqlı deyil. Baxaq, indi bizə temperatur artır deyir. Temperatur artırsa temperaturla nədir? Həcm düz mütənasib. Ona görə C variantı bizim düzgün cavabımızdır. Daha sonra 36-da baxırıq, yenə təzyiq sabitdir və temperatur azalır. Təzyiq sabit olan yerdə yenə yazıram. Təzyiq sabitdirsə V ilə T düz asılı olmalıdır. Yəni ya Y ya da C. Və temperatur azalırsa həcm də azalmalıdır. Temperatur azalan yerdə həcm azalır, yəni Y variantı. Burada indi baxıram, P ilə T düz asılıdır. Nə vaxt? PV yazıram, görəsiz. P ilə nədir? T düz asılıdır. Nə vaxt? Həcm sabit olanlar. Həcm sabitdir. B ilə D uyğun gəlir. Daha sonra baxırıq ki, azalıb da, yəni temperatur azalıbsa, deməli mənim nəyim azalmalıdır? V sabitdir, həcm, təzyiqim azalmalıdır, çünki düz asılıdır. Temperatur azalır. Yəni D variantı. Daha sonra 38-də nə deyir? Yenə P ilə T düz asılısa, deməli V sabitdir, yəni izoxor prosesdir. V-nin sabit olduğu yerlərə baxaq. V sabitdir B-də, bir də D-də. Və burada baxıram ki, temperatur artır. Temperatur artan da B variantıdır da. Burada V ilə T bu səfər düz asılıdır. Bu da nə vaxt olurdu? PV mütənasib T ilə. V ilə T düz olmaq üçün P sabit olmalıdır. P'nin sabit olduğu A'dadır, bir də C'dədir. Burada görürük ki, temperaturda həcm də azalır, elə deyilmi? Bizə azalan lazımdır. Azalan olan da hansı olacaq? Həcmin azaldığı. Həcmin azaldığı lazımdır. Bu da C variantıdır. Sonra 40-a baxaq. 40-da da V-nin T-dən asılı verib düz asılıdır. Düz asılırsa deməli P sabitdir. Burada da P sabit olan B variantıdır, bir də C variantıdır. Temperatur artır və yaxud burada həcm də bizə həcm verib. Həcmin artdığı hansıdır? C variantıdır. Buna baxaq. 41-ə baxaq. 41-də də deyir ki, məsələn, bizə deyir A-dan B-yə keçəndə. Biz baxırıq ki, təzyiqimiz neyinib A-dan B-yə keçəndə? 4 dəfə azalıb, elə deyilmi? Sıxlığım onda necə dəyişər? İfadəmizi yazaq. Bu bərabərdir. MP bölünsün RT ifadəsini. Mənim təzyiqim 4 dəfə azalan yerdə neyniyəcək? Sıxlığım da 4 dəfə azalacaq.
Dörtövazılar Y variantı. Daha sonra burada yazaq ki biraz karışıqlıq olmasın. 42'ye baxaq. 42'də də bizə deyir ki, A-dan A halından B halına keçdikdə deyir sıxlığı yenə necə dəyişər? Bax, A-dan B-yə keçir. 200 idi. Neynədir? 300'ə keçdi, elə deyil. Yəni mənim təzyiqim 1.5 dəfə artdı da. İfadəmizi yazaq. Rho bərabərdir. MP bölünsün RT'dir bizim ifadəmiz. Verilmiş kütlə ideal qaz. Buradan baxıram ki, T sabitdir. T sabitdirsə bunlar zaten sabitdir. Rho ilə P düz asılıdır. Mənim təzyiqim 1.5 dəfə artan yerdə sıxlığım da 1.5 dəfə artacaq. A variantı. Daha sonra indi 43'ə baxaq. 43'də də bizə yenə verilmiş kütləli deyir. Baxaq A halından B halına keçdi. Baxın, A halından B halına keçəndə neyinib? Əvvəlcə mənim təzyiqim A halında 150 idi. B halına gələndə olub 300. Yəni mənim təzyiqim 2 dəfə artdı, elə deyilmi? İndi temperatura baxaq. 100 idi başlanğıcda A halında. B-yə gələndə oldu 200. Yəni yenə temperaturum 2 dəfə artdı da. İndi sıxlığın ifadəsini yazaq. Rho bərabərdir. M P bölünsün RT. Çünki bizə deyir ki, sıxlıq necə dəyişir? Biz də bilirik ki, Rho A halından B halına gələndə. Yəni mənim əvvəlcə təzyiqim 2 dəfə artdı. Qeyd edirəm. Sıxlığım da 2 dəfə artdı. Temperaturum da 2 dəfə artıb deyir də qrafiki mənə. Onda tərs asılı olduğu üçün mənim sıxlığım 2 dəfə azalmalıdır. Sıxlıq 2 dəfə artdı. Daha sonra 2 dəfə azaldı. Neynədir? Dəyişmədi də Y variantı oldu. Zaten bu qrafik özü də deyir ki, P ilə T düz asılıdır da. Sıxlıq bunlar sabitdir də. Bunun düz asılı olmaq üçün nə etməli? Sıxlıq dəyişməməlidir də. Daha sonra bu eynidir.